Огонь! Огонь, говорю! Astra Telegram kanalı Minvalazın Azal təyyarəsinin vurulmasının əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfindən verilməsinə dair məqaləsində adı çəkilən kapitana zəng edib. News 24-as xəbər verir ki, Rusiyanın Astra nəşri daha əvvəl Minval tərəfindən dərc edilmiş məlumatların həqiqiliyini təsdiqləyib və 25 dekabr 2024-cü il tarixində Grozno səmasında vurulan Embraer E-190 sərnişin təyyarəsi ilə bağlı məqalədə adı çəkilən hava hücumundan müdafiə kapitanı Dmitri Paladiçukla əlaqə saxlayıb. Anonim məktubda yer alan izahat yazısına Paladiçuk hədəfi məhv etmək əmrini telefondan aldığını iddia edir. Paladiçuk Astra nəşri ilə söhbətdə rəsmi şərh verməkdən imtina etsə də, izahat yazısının yazılmasının faktını inkar etməyib. Mən indi Rusiya ilə Azərbaycan arasında nə baş verdiyini bilirəm. Başa düşürsünüz, müharibə gedir. Mən ümumiyyətlə siyasətdən uzağam.